Dəyərləndirmək, Müəllim bir dənə söz deyir. Mən deyir ki, sən deyəsən sözlərini sən ifadə edin. O anlamaqdır. Öz sözlər anlayır ki, öz sözlərlə ifadə edə bilir. Nə isə öz sözlərlə ifadə etmək anlamaq sayılacaq. Amma öz münasibətini əsaslandırmaq, öz fikrini bildirmək dəyərləndirməkdir. Amma faktı əsasən əsaslandırmaq deyirsə, burada olacaq təhlil etmə. Məsələn, hər hansı bir mətn verir, deyir ki, əlində olan faktı əsaslandır, yəni məlumatı əsaslandır. Burada artıq sənə məlumat fakt verilib, ona görə orada olacaq təhlil etmə. Yaxşı, Ülviyə Qəribova ilə qoşulan müəllim, siz qeyd edin. Deyə bilərsinizmi, effektiv müəllim valideyn münasibəti deyəndə nələrə diqqət etməliyik? Nə qeyd edəcəyik? Effektiv müəllim valideyn münasibəti deyəndə. Effektiv müəllim-valideyn münasibəti. Müəllim, əvvəlcə dərs ili başlamamışdan əvvəl valideynlə gözəl münasibət qurmaq lazımdır. Ona salamlama məktubu göndərmək olar. Zəng edib, yəni hər bir şey ilk baxışda yəni olmalıdır. Müsbət təəssürat yaratmalıdır. Hər dəfə valideynlə danışanda uşağın birinci mənfilərini yox, həmişə müsbətlərini qeyd etmək lazımdır. Yəni uşağın əvvəlcə bilik səviyyəsinin və yəni yaxşılarını qeyd etmək, ondan sonra səhvlərinə doğru getmək lazımdır ki, yəni valideyn müəllim münasibəti yaxşı olsun. Ondan sonra valideyn iclaslarında konfidanlığı qorumaq lazımdır. Yəni hər kəsin içərisində valideynə uşağın pis hərəkətlərini, dərslərinin pis olmağını bütün insanların içərisində demək olmalı. Hər hansı bir uşaqla belə dalaşdıqda bunu necə deyim, valideynlərin içərisində müzakirə etmək olmaz. Aha, belə qeyd edək ki, ümumiyyətlə müəllim çalışmalıdır ki, baxın, testdə burada diqqətli olun. Əgər desə ki, müəllim şagirdi mənfilərini ümumiyyətlə deməməlidir, bu da yanlışdır. Ümumiyyətlə mənfilərini qeyd edirsə, fərdi şəkildə deməlidir. Amma elə formada qeyd etməlidir ki, valideyn ona qarşı aqressiya yaratmasın özündə. Buna məsəl üçün diqqət etməlisiniz. Sonra Aytan xanım... İkisini bir yerdə deməlidir, həm müsbət, həm mənfi. Bəli, bəli. Yəni verdiyi rəy fikir bildirmə, inkişaf yönləndirici olmalıdır. Aytan xanım, siz qeyd edin. Deyə bilərsinizmi, müsbət gücləndirmə və müsbət cəzalandırma. Bu ikisini bir-birinə Bununla bağlı bir nümunə gətirmək istəyirəm. O müəllimin, uşağın, necə deyim, hər kəsin içində deməklə. Mən öz valideynimin başına gəlibdi o valideyn yoldaşım. Müəllim elə bil, güya ki, təhlükdə deməyə çalışırdı onu, amma yenə də məktəb işçilərinin yanında o uşağınla bağlı söz dedi. Yəni, valideyn hədsiz dərəcədə pis olmuşdu və uşağını sinifdən çıxartmaq səviyyəsinə çatmışdı. Baxın, görürsünüz, normal deyil də bunlar. Yaxşı, müsbət cəzalandırma və müsbət gücləndirmə deyəndə. Bunu Aytan xanıma sual vermişdim. Səsi açırsınız Aytan xanım. Başqasını soruşurlar. Hə, internet qırıldı ona görə. Deyin. Nəyə soruşmuşdunuz? Müsbət gücləndirmə və müsbət cəzalandırma deyəndə nəyi nəzərdə tutmuş oluruq? Aha, deməli müsbət gücləndirmə nədir? Misal üçün deyir ki, imtahanda yaxşı bal topladığı üçün şagirdə hədiyyə verdi müəllim. Bu müsbət gücləndirmədir. Aha. Müsbət cəzalandırma isə orada isə deməli fikirləşim. Gücləndirmə olanda əlavə edirsən də nəsə bir şey, negativ olanda alırsan əlindən. Müsbət cəzalandırmada isə ümumiyyətlə müsbət cəzalandırma və müsbət gücləndirmənin fərqini ilə ayırmayın. Flora xanım, siz qeyd edin. Necə fərqləndirmiş olacaq? Müsbət cəzalandırma nədir? Müsbət gücləndirmə nədir? Necə ayırırıq? Müsbət cəzalandırma odur ki, məsələn, şagird tapşırığı yazmırsa, ona əlavə tapşırıq verib bunu cəzalandırır. Bu olur müsbət cəzalandırma. Amma məsələn, diplom verir ya sertifikat verirsə, bu olur müsbət də gücləndirmə. Baxın, gəlin belə izahını verin müəllimlər. Ümumiyyətlə yadınızda saxlayın ki, müsbət cəzalandırmada da, müsbət gücləndirmədə də nəyisə əlavə edirsiniz siz. Və yadda saxlayın ki, müsbət gücləndirmə arzu olunan hərəkət olduğu zaman edilir. Məsələn, tutaq ki, uşaq çox yaxşı nəticə toplayır, müəllim ona mükafat verir, sertifikat verir. Bu müsbət gücləndirmədir.
Müsbət cəzalandırma isə arzu olunmayan bir hərəkət olanda olur. Və burada da nə isə əlavə edirsiniz. Məsələn, deyək ki, tapşırığı yerinə yetirməyib əlavə tapşırıq verirsiniz. Bu olacaq artıq müsbət cəzalandırma olaraq. Yəni buna diqqət edin. Sonra Şəhlə xanım siz qeyd edin. Deməli, təfəkkürlə bağlı qeyd etsək, məsələn, tənqidi təfəkkür. Tənqidi təfəkkürə nələr aiddir, nə qeyd edəcəyik?